Qubada Hindistanlı bəylə Azərbaycanlı gəlinin təmtəraqlı toyu keçirdi. Hindistanlı Said adlı bəy Azərbaycanlı Ağgül adlı xanımla ailə həyatı qurub. Cütlüyün Qubada keçirilən toy mərasimi 7 gün davam edib. Tədbirin kulminasiya nöqtəsi isə ötən gün baş tutan nikah mərasimi olub. Toy üçün Qubanın məşhur otellərindən biri tamamilə bağlanıb. Məclisdə həm Azərbaycan, həm də Hindistan toy adət-ənənələri nümayiş etdirilir. Dəbdəbəsi ilə diqqət çəkən toyun görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.